Sabahınız xeyirli olsun. İlkin məlumatlar ondan ibarətdir ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinin bugünkü növbəti baxış iclası da iş üzrə keçən çoxsaylı sənədlərin elan olunması ilə davam etdiriləcək. Qeyd edək ki, bu cinayət işi üzrə olduqca çoxsaylı sənədlər var. Onlar hadisə yerinin baxış protokolları, məhkəmə tibbi ekspertiza rəyləri, təqsirləndirilən şəxslərin, zərərçəkmişlərin, şahidlərin, zərərçəkmişlərin hüquqi varislərinin ifadələridir. Və eyni zamanda iş üzrə çoxsaylı fotomateriallar, video materiallar toplanıb ki, onlar da məhkəmə prosesində elan olunur, nümayiş etdirilir. Qeyd edək ki, bütün bu materiallar 2548 epizod üzrə toplanıb. Həmin epizodların hər biri ayrı-ayrılıqda Ermənistanın 35 il ərzində Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət faktlarıdır. Ayrı-ayrı epizodlar üzrə işlər üzrə sənədlər toplanıb və onlar məhkəmə prosesində elan olunur. Hazırki mərhələdə 2020-ci ildən sonraki dövrdə Ermənistan Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətlər üzrə toplanmış sənədlərin elan olunması davam etdirilir. Qeyd edək ki, həmin sənədlərdə də bu təcavüzkar müharibə, işğalçılıq siyasəti, eyni zamanda törədilmiş cinayət hadisələri bir daha sübutlarla, faktlarla öz təsdiqini tapır. Məhkəmə prosesi açıq keçirilir. Bir neçə dəqiqə bundan əvvəl təqsirləndirilən şəxslər prosesin keçirildiyi Bakı Məhkəmə kompleksinin inzibati binasına gətirildi. Hazırda isə zərərçəkmişlər prosesin keçirildiyi məhkəmə binasına daxil olurlar tədricən və görüntülərdən də göründüyü kimi bugünkü iclasda da çoxsaylı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri iştirak edəcəklər. Proses qeyd etdiyimiz kimi açıq keçirilir. Media nümayəndələri də iştirak edirlər və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq. Hələlik isə bu saata Bakı Məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.